Salam, hər vaxtınız xeyir. Əziz ikincilər, videonu izləyən valideyn və müəllimlər, hər birinizi xoş gördüm. Bu gün sizlərə təqdim edəcəyim video isə ikinci siniflərin hərəkətin təsdiqi və inkarı mövzusu ilə bağlı olacaq. Gəlin ilk öncə qısa xatırlatma edeyim ki, hərəkətin təsdiqi və inkarı nə deməkdir? Ondan sonra testlər və çalışmalar üzərində daha möhkəm şəkildə öyrənək. Deməli, uşaqlar, hərəkətin təsdiqi nə deməkdir? Hərəkətin təsdiqi o deməkdir ki, iş və hərəkət baş verir. İş və hərəkət baş verir. Yəni cümlədə hərəkət var və doğrudur. Məsələn, nümunə gətirəm. Mən məktəbə gedirəm. Uşaq top ilə oynayır. Quş göydə uçur. Mən yazı yazıram və s. Bu cümlələrdə hərəkət var və təsdiq olunur həqiqətən də. Bəs inkar nədir? İnkar isə hərəkətin inkarı o deməkdir ki, iş və hərəkət baş vermir. İnkar cümlələrində adətən ma-mə şəkilçisi vasitəsilə düzəlir. Məsələn, mən məktəbə getmirəm. Uşaq top ilə oynamır. Mən yazı yazmıram. Burada hərəkət olmur, yəni inkar edilir. İndi isə gəlin testlər üzərində daha möhkəm öyrənmiş olaq. İlk sualda bizə deyir ki, hansı hərəkət bildirən söz təsdiqdədir? Gəldi, keçmir, göstərmir. Deməli, bunlar inkardadır. Təsdiq istədiyinə görə A variantı. 2-də isə deyir, hansı hərəkət bildirən söz inkardadır? Yazır, təsdiqdir, bilmir, inkardır, verdi, təsdiqdir. Bizdən inkar istədiyinə görə B variantı. Üstdə deyir, hansı cümlədə inkarda olan hərəkət bildirən söz var? Əvvəlcə siz danışın. Gözlədim, amma zəng etmədi. Niyə gec gəldiniz? Bizdən inkar istəyir. Gözlədim, amma zəng etmədi. Burada inkar var, digərlərində isə təsdiq var. 4-də bizə deyir ki, cümlədəki hərəkət bildirən sözlə bağlı doğru fikir hansıdır? Heç kəs məni dinləmədi. Dinləmədi, təsdiqdə deyil, inkardadır. Cavab B variantı. 5-də deyir, verilmiş xüsusiyyətlərin hər ikisinə uyğun gələn söz hansıdır? Keçmiş zamandadır və inkarda olsun. Keçmişdə olsun və inkarda. İstəmir, indiki zamanda götürə bilmərik. Aldı, keçmişdədir, amma təsdiqdədir. Dərmədi, keçmişdədir, həm də inkardadır. Cavab C variantı. 6-da deyir, hansı variantdakı sözlərin hər ikisi təsdiq bildirir? Kəsdi, dərmir. Kəsdi, təsdiqdir, dərmir, inkardır. Götürə bilmərik. Tapdı, gülür. Bəli, hər ikisi təsdiqdədir. İstəyəcək, getmədi. İstəyəcək, təsdiq, getmədi isə inkardır, götürə bilmərik. 7-də deyir, hansı cümlədəki hərəkət bildirən söz təsdiqdədir? Sabah getməyin. Getməyin, burada inkardır. Sizi çağırmadılar. İnkardır, hamını dəvət ediblər. Burada təsdiqdədir. 8-də deyir, hərəkətin təsdiq və ya inkar bildirməsinə əsasən hansı söz digərlərindən fərqlənir? Döydü, uçdu, demədi. Döydü və uçdu təsdiqdədir, demədi isə inkardadır. 9-da isə bizə deyir ki, dəniz necə mavidir? Göy dəftər üzü kimi. Parıldayır damlalar, balığın gözü kimi. Parıldayır sözündən söhbət gedir. Şeirdə altında xətt çəkilmiş sözlə bağlı səhv fikir hansıdır? İnkardadır. Səhv fikir elə inkardadır. Təsdiqdədir. Bəli, indiki zamandadır. Təsdiqdədir. Cavabımız olacaq inkardadır. A variantı. Onda deyir, hansı söz keçmiş zamanda inkardadır? Susdu, keçmiş zamandır və inkardır. Bu keçmiş zamanda, amma susdu, təsdiqdir. Almır, indiki zamandır, amma inkardır. Vermədi, həm keçmişdir, həm də inkardır. Cavab C variantı. Keçirik indi çalışmalara. Çalışmalarda deyir, təsdiqdə olan hərəkət bildirən sözlərin altından xətt çəkin. Təsdiqdəkini xətt çəkək. Çağırdı. Yedi. Qalxmadı. İnkardır. Gecikdi. Utandı. İşləyir. Biləcək. Çalışdı. Qalmadı. İnkardadır. Bizə təsdiq lazımdır. Düşünmədi. Bizə təsdiq lazımdır. Sürünür. Ayrılmadı. Təsdiq lazımdır. Güldü. Soruşdu. İnkarda olan hərəkət bildirən sözlərin altından xətt çəkin. Atmadı, bildi, keçmədi, çıxmadı, tullayır, sağaldı, qorumadı, xəstələndi, inkar istəyir. Xəstələndi, tutmadı, axtarmadı, təmizləyir, ağlayır və bilmədi. Deyir ki, sözləri cədvələ uyğun xanalara yazın. Məncə xanaya yazmayacağım, üstündə T və I yazacağım. Ucalır, təsdiq. İstəmir, inkar. Almır, inkar. Danışır, təsdiq. Oturdu, təsdiq. Uçmadı, inkar. Ağardı, təsdiq. Həyəcanlanmadı, inkar olmuş olacaq.
Hərəkət bildirən sözləri həm təsdiq, həm də inkarda yazın. Məsələn, çəkdi, çəkdi, çəkmədi. Paylaşdı, paylaşmadı. Eşitdi, eşitmədi. Soruşur, soruşmur. Çalışır, çalışmır. Sevdi, sevmədi. Baxdı, baxmadı. Bu formada yaza bilərsiniz. Baxırıq 5-ə. 5-də deyir, cümlələrdəki hərəkət bildirən sözlərin təsdiqdə ya və inkarda olduğunu qeyd edin. Cəmilə gəldi. Təsdiq. Yağırdı, qar yağırdı. Təsdiq. Zəng vuruldu. Təsdiq. Heç kəs danışmadı. İnkar. Gözləməyəcəm. İnkar. O məktəbə getmədi. İnkar. Bu formada yaza bilərsiniz. Baxırıq 6-cı çalışmaya. Keçmiş zamanda olan təsdiq bildirən sözlərin altından xətt çək. Keçmişdə olsun və təsdiqdə olsun. Vermədi. İnkardır. Gəlmir. İnkardır. Köçürmür. İnkardır. Xoşlamadı. İnkardır. Gördü. Topladı. Yığmır. İndiki zamanda çıxmadı. Ümumiyyətlə. Üzürlü sayı. İnkardır. Uduzmadı. Qorudu. Tanıdı. Keçmədi, sustu, çalışmadı, götürə bilmədi. Təsdiqdə olan hərəkət bildirən sözləri inkarda yazın. Oxudu, oxumadı. Yazdı, yazmadı. Güldü, gülmədi. Oturur, oturmur. Deyəcək, deməyəcək. İstəyi, istəmədi. Bildi, bilmədi, sustu, susmadı. Bu formada yaza bilərsiniz. Uyğunluğu müəyyən edin. Titrədi təsdiqdə. Kövrəldi təsdiqdə. Soruşmur inkarda, istəmir inkarda. Söyləyir təsdiq, etmir inkar, gəlmir inkar, tanıdı təsdiq. İndiki zamanda inkarda olan sözlərin altından xətt çək. Qucaqlayır, atmır, getmədi. Sevinir, inkarda istəyir. Sevinir, acmır, döyür, sınadı, susacaq, itmir, ağrımır. Sancır, tutur, qalxmır, qoruyur, utanmaz, sevmir formada olmuş olacaq. 10-cu və sonuncu tapşırığa baxırıq. Gələcək zamanda təsdiqdə olan sözləri işarələyin. Uçacaq, almayacaq, xeyr, qonacaq. Gələcək zamanda təsdiqdə istəyir. Yatacaq, yazır, indiki zamanda görəcək. Atmayacaq, inkarda, oxuyacaq, bu formada olmuş olacaq. Uşaqlar, video sizə faydalı oldusa bəyənməyi, kanala abunə olmağı, dostlarınızla bölüşməyi unutmayın. Bu günlük izahımız bu qədər. Hələlik.